Salam əzizlərim. Bu günləri sizlərlə birlikdə İsa'nın saxta Məsih olmağı haqqında danışacağıq. Bildiyiniz kimi xristianlar güya qəbul edirlər ki, İsa Məsihdir. Məsih axir zamanda böyük İsrail dövlətini quracaq şəxsdir. Onun Tövratda bir çox adları gəlir, sifətləri gəlir. Xristianlar deyir ki, güya İsa çarmıxa gəlibdir, ondan sonra dirilir, göyə yüksəlir, sonra axırda yenə gəlib qayıdacaq. Amma burada Tövratdan bir məntiqsizlik görürük. Mən demək istəmirəm ki, İsa saxta Məsihdir. Fəqət İsa'nın Tövratdakı prototiplə orijinal Məsihlə uyğun gəlməməyi, məsəl üçün, Məsih deyir ki, Süleyman məbədini inşa edəcək. Peyğəmbərlərin kitablarında gəlir bu. Süleyman Bundan əlavə Məsihin gəlişi zamanı yer üzündə Allah tanımayan bir insan qalmayacaq. Bundan əlavə Məsih qılıncdan düşmənlərlə qılınclaşacaq. Məsihin dövründə Armeus ortaya çıxacaq, yəni rəbb düşməni Dəccal. Məsih onunla mübarizə aparacaq. Bu sifətlərin heç biri İsa'da yoxdur. Bu da onun Məsih olmadığını göstərir. Məsihin atasının adı Davud olacaq. Fəqət İsa bakirə olduğu halda dünyaya gəlib və eyni zamanda onun ögey atası, həqiqi deməyim, ögey atası Yusif olub. Buna görə də bundan əlavə anasının da adı deyəsən fərqli şəkildə gəlir. Fəqət bugün xristianlarda elə bir təfəkkür yaranıbdır ki, güya ki, İsa həqiqətən də Məsihdir və yəhudilər güya Dəccalı gözləyirlər. Bu tamamilə bir xurafat.